1998-ci ilin aprelində Bakı Balıq Hisləmə Zavodunun 2 saylı sexinin hazır məhsullar anbarının soyuducusunda ayaqları qapı tərəfə, başı əks istiqamətdə qara rəngli polietilen torbada bir kişi meyidi donmaqda idi. O günlərlə orada qalmışdı. Artıq meyit donub daşa dönmüşdü. Çöldə isə onu itkin adı ilə axtarırdılar. Bu hadisədən 21 il sonra Sankt-Peterburq həbsxanasında bir Azərbaycanlı izahat yazır. Yazır ki, əslində mən başqa adla həbs yatıram. Mən 21 ildir ki, saxta adla yaşamışam. 21 il fasilədən sonra donu açılmış bu hadisə və günlərlə hazır məhsullar soyuducusunda donan, kişini bağlayan dəhşətli bir cinayəti təqdim edirik. Bura TV11, adım Sərdar Amindir. Başlayaq.